Çox uzatma, keç mətləbə. Görmürsən, körpü atıram. İnşallah birlikdə birləşib bir yerdə daha böyük işlər görərik. Bilirsiniz, Aydın müəllim, bizim kollektiv kiçikdir. Amma birdir, möhkəmdir. Hər tikəmiz də bir yerdə yeyirik. Bir-birimizdən ayrı boğazımızdan keçmir. Sonuncu tikəmizi də bölürük. Bəli, tikə dedi. Biz də belə qərara gəldik ki, gedək bir yerdə əyləşək. Üzbəüz belə sizin bu yeni təyinatınızı qeyd eləyək. Yox, çox sağ olun. Biz artıq qeyd eləmişik. O gün Ailəvin Arbağına getmişdik. Oranın sahibi çox qanacaqlı adamdır. Sizi yaxşı yola saldı. Bir problem olubsa deyin, daha sən geleyim onu abırını bükmət eynə. Yox, yox, hər şey yaxşı idi. Hətta servis, keyfiyyət mən gözlədiyimdən də 2 qat artıq idi. Çıxanda da yaxşı yola saldı bizi. Əsas məsələ yaxşı yola salmaqdır. Yox, bir narazılığım olmadı. Ha, yaxşı yadıma düşdü. Sizin üçün paketlər hazırlamışam. Paketlər? Həm sektor müdürləri üçün, həm də müavinlər üçün. Maşallah, maşallah. Qalın ya. Mən deyirdim də, Aydın müəllim arif adamdır. Yarı sözdən hər şey başa düşür. Adam gərək son tikəsini də kollektivlə bölüşdürməyə bacarsın. Hər şey o bir tikədən bilinir. Bəsdir də tikə-tikə. Dükkandasa bəyən. Aydın müəllim, bəli, birlik olmasa iş getməz. İnşallah bundan sonra da birlikdə daha böyük işlər görəcək. Bəli. Hə, düzdür. İş yerində birlik əsas şərtdir. Aydın müəllim, icazə verin, biz gedək. Gedək. Buyurun. Paketləri də aldıq. Sağ olun. Hə, bu paketi də Aysel xanım üçün hazırlamışam. Mətbuat katibi. Yox, məsləhət deyil. O, biraz qəliz adamdır. Aydın müəllim, paket məsələsi oldu, siz məni çağırın. Yəni, bizi çağırın. O qızı bu məsələyə qatmayın. Hayasızın biridir, qanınızı da qaraldacaq. Niyə axı ağıllı qız oxşayır? Aydın müəllim, yaxşısı budur. Siz bizim məsləhətimizə qulaq asın. Hələ ki ona paket filan verib eləməyin. Biraz səbr eləyin. Sonra özünüz hər şeyi başa düşəcəksiniz. Gedək. Çox sağ olun, var olun, hələlik. Sağ olun. Sağ olun.